Bu dəfə yolum hər addımı bir ayrı cür gözəl olan Balakən rayonundadır. Azərbaycanın şimal-qərbdən Avropaya açılmış qapısı hesab olunan Balakənimizə xoş gəldin. Mən atı sana verərəm, sən də velosipedə mənə verərsən. 2200 metr yüksəklikdə yerləşən Messergor yaylağındayıq. Baxdıqca doya bilmədiyim bir gözəlliyi var burada. Velosipedimi bura park edeyim. İndi isə macəram piyada davam edəcək. Qida axtarışlarımız davam edir maşallah. Balakən meşələri o qədər zəngindir ki, burada ac qalmamaq üçün hər bir şey tapmaq olar. Əsas odur ki, hərəkət eləyək, axtaraq, tapaq. Atalar necə deyib, axtaran tapar. Düzdür, artıq payız fəsli olduğuna görə böyürtkən kollardır, təəssüf ki, artıq yoxdur. Məsələn, yemişan ola bilər. Aha, desin, biz artıq yemişan ağacına da rast gəldik. Burada qidalanmaq üçün yemişan yığa bilərəm. Ən azından həm bizə proteindir, protein verəcək, enerji verəcək və ac qalmaqdan xilas eləyəcək. İstəyirəm həmin bu yemişanlardan biraz yığım. Eyni zamanda gecə qalacağımız kampda orada da istifadə edə bilərik. Elə isti-isti də burada istifadə edəcəm. Allah, birində dadına sən bax. Əyaladır. Meşədə yabanı halda yetişən yemişandır. Bundan çox gözəl kompot da olur. Bundan çay da dəmləmək olar. Biraz da yığaq özümüz üçün. Əgər yeməyə başqa bir şey tapmasaq, ən azından bilək ki, mədəmizə göndərə biləcəyimiz nəsə var. Bir çox hallarda mənə mesajlar yazırlar ki, nəyə görə sən yarpızdan bu qədər az yığdın, nəyə görə sən 2-3 dənə it burnunu yığdın, çıxdın, getdin. Burada isə efir vasitəsilə demək istəyirəm. Yəqin ki, bir çoxları da belə düşünür ki, nəyə görə Ümid həmişə yarpızla, nanənlə və yaxud it burnu çiçəylə hər hansısa bir qidalanmaq üçün nəsə tapanda nəyə görə ondan az yığır? Ona görə ki, o mənə kifayət eləyir. Əgər mənə 3-4 dənə it burnu, bir 4-5 dəstə balaca yarpız kifayət eləyirsə, nəyə görə mən onun hamısını yığmalıyam? Axı, məndən başqa insanlar da var ki, bu zəngin təbiətimizdən nələrsə yığa bilərlər. Onlar da öz evlərini apara bilərlər. Mənim əgər 3-4 dənə it burnu bəs eləyirsə, mən ondan 20-30 dənə yığsam, o artıq israfçılıq olar. Ona görə də mən israfçılığa yol vermək istəmirəm. Bizə kifayət eləyəcək qədər yığıb bu ərazidən çıxmaq istəyirəm və bizdən sonra gələnlərə də o məhsuldan bir pay qalsın. Vay ya. Maşallah, hara baxsan göbələkdir. Meşədə sağ qalma uğrunda mübarizə aparan bir insanın ən son yeyə biləcəyi şeydir göbələk. Mən isə deyərdim, ümumiyyətlə, göbələkdən uzaq durun, belə məqamlarda da ac qalmaq daha yaxşıdır. Çünki ac vaxtı onun zəhərli olub-olmadığını da ayırt etmək çətin olur.
Əgər siz mütəxəssis deyilsinizsə, ümumiyyətlə göbələkdən uzaq durun. Elə bunların üzünə baxanda da bilinir ki, zəhərli göbələklərdir. Ona görə də biz bu göbələklərdən uzaq duracağıq. Meşəyə girəndə mənə elə gəlir ki, quşlar məni görüb konsert verirlər. Cəh-cəh, musiqi oxuyurlar. Yəqin, mən də səsimi çoxaldanda onlar deyir, bu kimdir? Bizim show biznesə qoşulmaq istəyir. Bəzən qarşınıza çıxan tullantılardan da götürməyiniz vacibdir. Çünki yeri gələndə istifadə edə bilərsiniz. Məsələn, bu plastik butulkayla su götürə bilərik və onun süzülməsində bizə yardımcı ola bilər. Ona görə də mən bunu özümlə bərabər götürəcəm. Maşallah, Balakən torpağı o qədər zəngin və münbit torpaqdır ki, ayağımızı, əlimizi hara atırıq, bir nemətlə rastlaşırıq. Burada məsələn itburnu ağacı var. Daha qarşımıza çıxıb. Gəlin ondan bir neçə dənə yığaq. Bəs eləyər bizə bu qədər. İtburnunun da çox xeyirli faydaları var. Soyuq dəyməyə qarşı biz onu istifadə edə bilərik. Amma çox istifadə eləmək də olmaz təzyiqə görə. Ona görə də nəzarətdə saxlamaq lazımdır. Düşünürəm ki, bizə elə bir neçə dənə itburnu bəs eləyər. Aha. Bu nədir belə? Limona oxşuyur. Limon ağacı ola bilərmi Balakəndə? Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında limon yetişə bilərmi? Oy. Çox maraqlıdır. Gəlin bunu kəsək baxaq, görək nə olan şeydir belə. Çaldı deyəsən. Aha. Pəh, nə gözəl. Limon. Tam yetişməmiş limondur. Buna baxın. Meşədə, Balakən torpağında o qədər gözəl nemətlərlə rastlaşa bilərsiniz ki, hətta subtropik, yəni iqlim qurşağına uyğun olan meyvələri də burada tapmaq olar. Baxın, limonla rastlaşmışam. Ondan bir ədəd götürəcəm. Lazım olacaq. Çay dəmləyərik. İtburnulu, limonlu, çoban yastıqlı bir çay. Çox dadlı olar. Əsl soyuq dəyməni dərmanıdır. Təbii ki, çox istifadə eləmək olmaz, təzyiqi aşağı sala bilər. Soyuq dəymə zamanı çayla ən çox istifadə elədiyimiz nemətlərdən biri də limondur.
Burada çoban yastığı var. Baxın. Çox təəssüf ki, azdır ondan. Yenə də qarşıma çıxsa çalışacağım ondan yığım. Papatya da deyirlər. Qədimdən dərman bitkisi kimi də istifadə olunur. Bir çox faydaları var. Məsələn, onlardan biri həzm sistemi üçündür. İştahanı yaxşılaşdırır, mədə turşuluğunu azaldır, köpü aradan qaldırır, əsəbləri sakitləşdirir. Yəni sinir sisteminə yaxşı təsir göstərir, yuxusuzluğu aradan qaldırır. Eyni zamanda soyuq dəyməyə qarşı faydalıdır. Öskürək və boğaz ağrısına qarşı antibiotik kimi istifadə edə bilərsiniz. Və saymaqla bitməyəcək qədər bir çox faydaları var. Mən də çalışacağım ondan elə çox azdır. Hamısını götürüm. Əgər imkan olsa çay dəmləyəcəm və axşam vaxtı havalar da soyuq olur, əsl yerinə düşər. Ondan bir gözəl çay içərəm. İstiqamətimiz hələ ki, meşənin dərinliyinədir. Bir qədər dərinliyə gedib vəhşi heyvanların arasında macəra axtarışında olacağıq. Təbiətdə gəzərkən ayağınızın altına baxmağı da unutmayın. Çünki heç gözləmədiyiniz bir halda heyvan izinə rast gələ bilərsiniz ki, bu da ayaqqabınızın batmasına səbəb ola bilər. Eyni zamanda da siz bu izlə hər hansısa bir hadisədən xəbərdar ola bilərsiniz. Məsələn, bu ərazidən hansısa vəhşi heyvanın keçdiyindən xəbəriniz ola bilər ki, bu da sizin özünüzü müdafiə eləməyinizə bir yardımcı informasiya ola bilər. İndi isə bu çaydan, çöldən tapdığımız o tullantı qabla su götürəcəyik. Həm o su bizə düşərgədə lazım olacaq, eyni zamanda da yol boyu istifadə edə bilərik. Gün ərzində planlaşdırdığım kimi kamp qura bilmədim. Gün işığı elə tez bitdi ki, bir də ayıldım. Hər tərəf qaranlığa bürünüb. İndi burada hansısa köhnə bir ağacın altında gecəni keçirməyə məcburam. Külək bəzən istiqamətini dəyişir. Yarpaqların arasından qəribə səslər gəlir. Və indi çaqqalların səsi də çox yaxından eşidilir. Dərhal ocaq qalamaq lazımdır. İstilik həm vəhşi heyvanlardan qoruyacaq, həm də biraz inam hissi və əhval-ruhiyyəmi artıracaq.
Mən bu gecəni burada keçirəcəm. Ocaq qalayacam, ağacın yanına biraz budaq yığıb bura sığınacam. Bu an, bu sükut, bu qorxu mənim macəramdır. Təbiətin içində onun qaydaları ilə yaşamaq. Bəzən təbiət səni ən sərt şəkildə yoxlayır. Qorxunu, səbrini, inamını. Amma bu sükutun içində hər çıtırtı, hər xışıltı insana elə gəlir ki, kimsə səni izləyir. Qaranlıqda hər şey daha fərqli görünür. Gündüz gördüyün ağac indi bir kölgəyə bənzəyir. Hər kölgə sanki canlanıb sənə tərəf gəlir. Mən buradayam, təkəm, amma qorxmuram. Bu təbiətin sınağıdır. Digər buraxılışlarda təqdim etdiyim qaydana yenə də suyu təmizlədik, indi isə çay dəmləyəcəyik. Çox gəzdiyim üçün bu it burnudur, yemişandır, çoban yastığı hamısı əzilir. Amma buna baxmayaraq onları dəmləyib bizə lazım olan proteinləri onlardan ala bilərik. İndi isə artıq dəmləməyə başlamaq istəyirəm. Artıq it burnulu, yemişanlı və çoban yastıqlı çayımız hazırdır. Onu süzək və dadını çıxaraq. Ocaq ətrafında, təbiət qoynunda, çaqqalların, canavarların, necə deyərlər, uğultu sədaları altında bu gözəl çayın ayrı ləzzəti var. İndi isə meşədən yığdığımız yemişanların yeməyin vaxtıdır. Düzdür, orada da yemişdik, yenə də yeyək. Axşam-axşam bədənimiz isinsin. İndi isə gecəni burada keçirəcəm. Təhlükəsizlik yorğanına bürünəcəm. Hipotermiya riskinə qarşı. Çünki gecə, indi bədənimiz isti olsa, gecə bədən temperaturu aşağı düşə bilər. Hava da soyuya bilər. Ona görə də buna bürünəcəm. Qismən oyaq vəziyyətdə, yəni biraz yatmış, biraz oyaq vəziyyətdə gecəni keçirib artıq səhərə yaxın bu ərazidən uzaqlaşacam.
Yavaş-yavaş artıq sona çatırıq. Velosipedimi park elədiyim yeri axtarıram. Köməklim gələ bilirsən? Aha, buradadır velosiped. Balakən meşələrində macəram yekunlaşdı. Növbəti macəralarda görüşmək ümidi ilə.